Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məştaqa 293 nömrə məktəbin yanında 5 sot torpaq sahəsinin üzərində 4 otaqlı həyət evimiz çıxıb. Allah hər kəsin malına, mülkünə bərəkət versin və istədiyi mülkə sahib olsun inşallah. Ən azından həyət hissəsini sizlərə təqdim edək və sonra keçəcək evin içərisinin təqdimatını. Ev qardaşım tam şəkildə göstər izləyicilərimizə. Həyətdə bütün meyvə ağaclarına qədər var. Zaten izləyicilərimiz gəlirlər, bax belə bir gözəl, yəni bağlı evlər istəyirlər. Tam elə büdcəyizə uyğundur. Qiymət 85.000 manat. İndi reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq. Və qeyd etdiyimiz kimi bütün meyvə ağaclarına qədər var. Və qabaq hissəsi navesti və maşının içəri daxil olması üçün gözəl bir şərait var. Fikir verin, ən azından 2 maşın rahatlıqla həyətə daxil olur. Və evin qabaq hissəsində belə bir pləkandır və pləkanla qalxıb evin içərisinə daxil olmaq olur. Və bağ hissəsini sizlərə təqdim edək. Yəni zaten kim istəsə, buranın özündə də bir setka qoya bilər. Yəni istəsə o tərəflərdə də qoyar. Yəni podvalı da var. Və inşallah sizlərdə yormayaq və keçirik evin içərisinin təqdimatını inşallah. Buranın da işıqlandırması var. Və qalxaq evin içərisinin təqdimatını inşallah və ondan nəzərinizə çatdıraq ki, şəxsi tikilidir. Bir dənə belə də qardaşım ver, panoramada izləyicilərimiz izləsinlər. Həqiqətən də kim olarsa Allah hər kəsə qismət eləsin, sağlığına qismət. Və kanallarına qədər var. Keçək içərinin inşallah təqdimatını, ayaqqabılarımızı çıxardıq, hörmətsizlik olmasın. Ya Allah, bismillah. Gəl qardaşım. Başlayaq zal hissəsini təqdim edək. Əslində otaqların sayı çoxdur, mən də deyirdim. Geniş bir otaq, geniş bir zalı var buradadır. Geniş bir zaldır. Yəni zal yaxşıdır. Burada bir yataq otağıdır, bunu təqdim edək sizlərə. Və onu da nəzərinizə çatdıraq. Vaxtınızı almaq olmaz. Bu koridordur, yəni normaldır. Balaca koridordur. Keç, burada sizə otağı təqdim edək. Belə deyək də, bir zal, 3 yataqdır. Bir mətbəx. Və burada, qardaşım, mətbəxdə yataq otağını təqdim elə. Və keçid eləyək mətbəx hissəsinə. Mətbəx hissəsi də normaldır, yəni kiçik mətbəx deyil. Zaten xanımlarımız mətbəxin böyük istəyir və sanitə hissəsini təqdim edək. Sanitə hissəsi tam hazırda aksesuarlarına qədər qoyulub. Yəni ki, istipoldur inşallah, istipoldur. Yox, istipol deyil. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi, Məştaqa 293 nömrəli məktəbə yaxın bir ərazidədir. Demək, olay qapısına qədər asfaltdır. 5 sot torpaq sahəsinin üzərində inşa edilib. Müxtəlif meyvə ağaclarına qədər var və kanallarına qədər var. Sərəncamıdır. Qeyd etdiyimiz kimi, bir zal, 3 yataq, bir mətbəx, bir sanceldən ibarətdir. İlkin olaraq qiymət 85.000 manat. Reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq. Səhifimizi izləyicisi Məştaqa əməkdaşları və rəhbərlərlə sizlərə dərin təşəkkürümüzü bildiririk.